Biz yenə yeni ildə, bu dəfə özü də yeni ildən qabaq həyatımızda ilk dəfə birlikdə gedirik yeni ili. Sən də təsdiqlisən. Mən də təsdiqləyirəm. Alım düz deyir. Gedirik yeni ili qeyd eləməyə, aeroportdayıq indi. Gördüyünüz kimi biraz hamı şeydə, yəni istər-istəməz bir danışırıq deyirik, sonra bəzən yadımıza düşür. Sonra yenə nələrsə danışırıq. Buradan da burada da o sakitlik həqiqətən hiss olunur, yəni həqiqətən. Gedəcəyimiz ölkəni demirəm hələ ki. Çox qəşəng maşınlar plan qurmuşuq. İnşallah hamısı da düşündüyümüz kimi qəşəng, sağlıqla, salamatçılıqla geçsin. İndi gözlük ilk uçuşumuz, 2 uçuşumuz olacaq. Həmin o uçuşun arasında bir dənə ölkə seçdirmişik. İnşallah görərsiniz, görüşərik. Yeni 2025'in yeni travel vlogu başlayır. Görün kimi tapmışam. Vloguma sana bir de. Yine ya biz coffee shop'da rastlaşırıq ya da yolda rastlaşırıq. Təsadüfə bax ki, eyni uçuşa biletimiz var. Şimdi birlikte gedirik. Yarı yolumuz bir işlerdi yani. Görüşərik sonra. Axırıncı dəfə ən son aeroportda tanışırdım. Aeroportda bizi görmüşdünüz. İlk transit ölkəmizə gəldik. Haradır bura? Hala özümüzə başa düşürük. Haradır? Dumanlı havadan başqa heç nə görməmişik. Saat 3'dür. 3'dür yəni 4'dür uşaqlar. Upsi. Şeydəyik, Polşadayıq. Polşa bizim transit ölkəmizdir. İndi burada Christmas market axtarıq. İndi yol ara. Orada nəsə var yəni işıq gələn tərəfə doğru. Gedək görək başımıza nə gəlir. Belə sizə update'lər eləyəcəm. Hələ ki yaxşı gedir. Hələ vizada biraz stres çəkdim. Düzü bir də mən buraxmazlar, eləməzlər. Çünki vizanı başqa ölkədən almışdım. Onu sonra danışıram sizə. İndi gedək Christmas market axtarıq. Yani haradasın? Ha, buradasın. Polşa'dayım, sağlar. Polşa'da ilk Avropa seyahatim. Burada transit ölkəmdir. Gəlib tutmuşum buralara. Gəlmişik buradaki Christmas markete özümüzü çaktırmağa. Şimdi bura ilk girişimizdir. Biraz gezeye göre ne var ne? Uzaktan adam çok gördü. Elə bildi ki az bu suşki değil. Ha suşkidir. Oradan bura gelmişiz suşkiymiş de yani. Gel. Bu ara özel bir mağazaya bunu baxın. Göbələk. Hələ ki buranın mətbəxini araşdırmamışam. 45 deməli bunlarla eyni qiymətdir. 45 nə qədər idi? Ay bağışda. Qəşəng bir dənə mağazaya girmişik. Nəzrin mənə gətirib bura. Yəni o qədər ne bileyim, çok qəşəng şeyler var yani. Hem dəftərlər, aksesuarlar, belə dekorasiya şeyləri, çox maraqlı şeyler var. Cümlə qrup danışa bilmirəm ama hazırda. Steplerdi bu. Peçat, hə, stepler nədir istəm. Baxın bir dənə. Həqiqətən paylaşmağa görürük ama bu nədir də yəni, həqiqətən. Bir qaranlıq olar. Deməli yoldaşlar, bir günlük Polşa serüvenimiz bitmək üzrədir. Yenidən aeroportdayıq. İndi yollanırıq. Əsas destinationımız olan, onu deməmişdim deyəsən, İsveçrəyə gedirik. İndi yenə sıra göstəyirik. Birazdan minəcəyik təyyarəyə. Yəni 2 saat falan orada olacaq. Hələ burada hava aydınlanmayıbdır. Belə çox maraqlı hadisələr olur. Yavaş-yavaş hamısından danışacağım. İndidən bu uçuşumuz elə əsas yerimizə gedək. Yəni 4 gündən çox elə orada olacaq məncə. Sonra bir dənə ölkəmiz var. Ondan sonra videolarda görərsiniz. Görüşərik. İtalya'da ilk pizzamız. Bəli, İtalya'dayım dostlar. İtalya'da dincəlirəm bugün. Siz bizi en son Glacier Express'inde görmüşdünüz. Biz isə indi biz hardayıq. Biz indi gözəl uzun bir qatar yolculuğundan sonra
Gəlmişik Milandayıq və Lake Como'ya. İnana bilmirəm, yəni həqiqətən bu il mənə demək sən İtaliyaya gələcəksən, Lake Como'ya gələcəksən, heç vaxt inanmazdım. Ay, hal-hazırda yəni İtaliyadayım. Mən bu qış İtaliyada dincələcəm. Və Lake Como'da gözümün qabağındadır. Məşhur simgələrindən biri deyik hal-hazırda. Adam dəhşət çoxdur. Ona görə tez bir dənə video çəkib buradan gedirik digər destination'ımıza. Roscoe nerede sen bilərsən, sən buraların. Deməli, İtaliya küçələri, Roma, İmam İtaliya deyə duram məsələdə. Roma küçələrindəyim, o balaca ara küçələr, rəngli evlər falan, çox gözəldir. Tək bir balaca yüngülvari minus var ki, o da nədir? Yağış yağır, düzü bərk yağmır, biz də maksimum qalın giyməyə çalışmışıq, amma yenə də, nə bilim, yağışda, yəni demək ki, Roma bizi yağış evine salmaq istəyirdi. Belə, amma hər şey yaxşıdır, gözəldir, çox qəşəng deyildi, qədər belə ara küçələr falan çox şirindir. İndi o məşhur Fontana gedirik, əslində ora reservasiya olunurdu. Hazırda burada məsəl festival var, özü belə dini bir festivaldır, mügə tam olaraq məlumatım yoxdur nə olduğunu. İndi o tərəfə gedirik, təbii ki, oraya basa-basa olacaq, çünki atıb eləməyəcəyik, sadəcə baxıb qayıtmağa yəni. Bu Nəzmin olub bir dəfə İtaliyada, indi mənim tur qaydım oldu. O aparır, gəzdirir məni. Mən də əslində bura tam olaraq həmişə deyirəm ki, bugün bu dəfə gəlmək kimi hesab eləmirəm də, amma yenə də yəni çox gözəldir. İsveçrədən sonra çox ucuzdur, ən əsası. Belə yəni, gəzirik görək, nələr görəcəyik. Arada bir ağzıma ayırıb baxan çəkmə yadımdan çıxıb, söz verəm ki, çəkəcəm. Çok sakit başladığımız tatili Fort Boyard'la bitirdim. 1 saat, arada 1 saatla biz gelip çattık Polşa'ya, yani ciddi hava aldıq ama necə gəldiyimizə heç 1 saat da yox. Biz уже pasport koyduk. 22'de düşmüşük, 23'de o birisi uçuşa gəlib çatmalıydık. Gəlib çatdırdıq özümüzü bit fasonumuzdan bəllidir, yəni necə çatdırdığımız.
Belə Porsche'da başlayan istirahətimiz Porsche'da da sona çatır. Ama Porsche sadece burada bir adı da yani içinde olanları zaten bu videoda göreceksiniz. Belə sonra bir dənə də sağollaşma videosu çəkəcəm. Mən istədim nəzərdən də çəkim ki, yəni sabah işdə mən çəkəcəm. Belə daha bir səyahətimizin sonuna gəldik. Öpürəm Next sizi. maceralar. Next maceralara 2025 qəşəng, çox qəşəng və çox pullu başladı. Ümid edirəm bahalı həyatla başladım. Ümid edirəm ki, belə davam edəcək. Öpürəm sizi. Görüşərik. Bye bye.